Dostluq pul dediyimiz, oturdur elədiyimiz insanlarla pul stolun üstündən gələnə qədər olub. Pul stolun üzərinə gəldisə, mümkün. Mən həyatda dostum deyilən bir şey kimisə xətrinə dəysə də mənim dostum yoxdur. Yəni, daimi maraqlar var. Bir insanlar var ki, gün ərzində 5 dəfə danışardı. Ailələrimizlə get-gəlimiz vardı, bir iş birliyimiz var idi. Maraqlar, yəni həyat maraqlar üzərindədir. Yəni, dost dediyin bir şeylər mənə rast gəlmə, mənim yəni elə bir yəni o işlər ki var ki, adın dost qoymuşuq, hər zaman ona hazırdır, düşünmüşük. Mən onu tapa bilməmişəm. Odur ki, yoxumdur da. Yəni, insanlar bayaq dediyim kimi əksəriyyəti ağacın kölgəsindən istifadə edən kimidir. Yəni, ağacın yarpağı, kölgəsi bitdisə, insanlar da unudular. Çox insan gələr, çay qaşığı kimi istifadə edər, işi bitəndən sonra çay qaşığı kimi kənara qoyar. Həyat sevgi üzərində qoyulub. İnsanları sevməlisən, hamısını dost bilməlisən, yaxşısın da, pisin də. Yaxşısını da eləməlisən ki, maşallah varındır. Pisi üçün də səy göstərməlisən ki, zamanından xərcləməlisən ki, yola gətirməlisən ki, insanlığa, yəni yaxşıdan biri olsun. Sevgi deyilən bir şey var, ona inanıram. İnsanları sevmək lazımdır. Amma bir insana dost deyib arxamızı, kürəyimizi çövrək, yəni mən tarix boyu, kimlərinsə bəlkə də vardı, mənim olmadı, mən şahidi olmadım. Hər kəs birinə dost dediyi bugünkü gün cani qəlbdən yaxın olduqlarını gördük, sonrası etibarı ilə, yəni belə, yəni gətirməyə ən dahilərimiz vardı ki, məsələn, Peyğəmbərin arvadı Ayşə, Həzrət Əli, qardaşı oğlu Canişini, sonrası etibarı ilə onlar da maraq üzərində bir-birini qırdılar. Yəni, İslam deyilən, yəni İslam barış dini deyiləndə, sevgi dini deyiləndə belə amilləri də var. Bəzən, yəni mən insanların dininə, irqinə, millətinə baxmaram. İnsanın insanlığına baxaram. Nə üçün yarandığına. Sevirəm, dostum o adama deyirəm ki, insanlıq üçün xidməti olmuş olsun. Özün insanlara, gördüyün insanlara göstərmək üçün çalışmasın. Allahın ona verib, onu insanlıq yolunda xərcləməyə özünə borc bilsin.